Şəhərimizdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Sumqayıt Təhsil Məlumat Mərkəzinin dəstəyi ilə Education United States Amerikanın Alumni Fair Amerika Birləşmiş Ştatlarında Təhsil Məzunlar Yarmarkası adlı təhsil sərgisi təşkil edildi. Elə bu məqsədlə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirakı ilə yarmarkanın açılışı oldu. Qeyd edək ki, keçirilən tədbirin əsas məqsədi bütün maraq göstərən şəxsləri bir yerə toplayıb Amerika Birləşmiş Ştatları universitetlərində təhsil almaq imkanları haqqında lazımi məlumatlarla onları təmin etməkdir. Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunu olan Azərbaycanlı və əcnəbi məzunlarla görüşüb proqramlar, təqaüd imkanları, universitetlərə qəbul prosesi kimi suallarla onlara müraciət etdilər. Sərgidə 15-dən çox universitet və digər ödənişsiz təhsil proqramları təmsil olundu. Məzunlar Amerika Birləşmiş Ştatları universitetlərinin təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verdi. Həmçinin sərgi iştirakçılarının materiallarla və buketlərlə təmin etdilər. Sərgidə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Kevin Gays və Sumqayıt Təhsil Məlumat Mərkəzinin rəhbəri Günel Əskərova jurnalistlərin suallarını cavablandıraraq öz universitetlərini təqdim etdilər. İlk öncə hamınıza öz təşəkkürümü bildirirəm ki, bu gözəl bir gündə siz bizimlə bərabərsiniz. Eyni zamanda mən qeyd etmək istəyirəm ki, bu çox maraqlı, cəlbedici bir tədbirdir. Bu gün Amerika Education US eyni zamanda Amerika Birləşmiş Ştatlarının Təhsil Mərkəzinin Sumqayıtda açılışıdır. Bu təhsil mərkəzinə Amerika Birləşmiş Ştatlarının səfirliyi tərəfindən dəstək olunub. Bu tədbirə müxtəlif regionlardan şagirdlər də gəliblər. Azərbaycanlı gənclər çox istedadlıdırlar və onlar özlərini yalnız Azərbaycanda deyil, başqa ölkələrdə də təsdiq ediblər. Bizim məqsədimiz tələbələrə, gənclərə, mütəxəssislərə ABŞ-la təhsil bağlı bütün suallara cavab vermək və kömək etmək. Bizim xidmətlərimiz tam pulsuzdur, təminatsızdır. Kim ki Amerika təhsilinlə maraqlanır, hal-hazırda bizə müraciət edə bilər. Statistikaya əsasən bu il, keçən il 2013-cü ildə Sumqayıtdan 9 nəfər adam Amerikaya yollanıb təhsil almaq məqsədi ilə. 8-i bizim tələbələrimizdir. İntisar Ədalət qızı Firuz Adgüzəlov, Dünya TV.